Niyə apteklərdə və ya mağazalarda satılan ucuz səs gücləndiriciləri insanlara bu qədər cəlb edir? İlk baxışda sərfəli görünür, qiymət aşağıdır və insanlar düşünür ki, hamısı eyni iş görür. Səs gücləndiriciləri insanın qulağının eşitməsinə görə tənzimlənmir. Yəni, insanın qulağına görə yox, sadəcə səsi gücləndirməsinə fokuslanır. Səs çox ola bilər, amma aydın olmur. İnsan danışığı başa düşə bilmir. Bu zaman insanda baş ağrı, narahatçılıq, qulağında küy olar, hətta eşitməni daha da ağırlaşdıra bilər. Peşəkar eşitmə cihazları isə hər insanın eşitmə testinə uyğun tənzimlənir, hər tezlik ayrıca hesablanır. Nəticə olaraq ucuz səs gücləndiriciləri ilk baxışda sərfəli görünə bilər, amma uzun müddət istifadə narahatçılıq və əlavə xərc yaradır. Eşitmə cihazı qulaq üçün geyim kimidir. Ölçüyə uyğun olmazsa rahatlıq verməz.